Hörmətli tamaşaçılar, verilişimizin bu bölümündə çox maraqlı bir aktual mövzuya toxunmaq istəyirik. Mövzular ginekologiya ilə bağlıdır. Təbii ki, bu mövzunun aktuallığını daha da ətraflı sizə çatdırmaq üçün studiyamıza qonaq ginekoloq dəvət etmişik. Studiyamızın bugünkü qonağı Uniklinikanın həkim-ginekoloqu Rəna Hüseynovadır. Rəna xanım, studiyamıza xoş gəlmisiniz. Rəna xanım, həqiqətən çoxlu xanımlar sidik qaçırma problemindən əziyyət çəkirlər. Bax, mən istərdim siz deyəsiniz, bu sidik qaçırma probleminin səbəbi nədir? Bunun qarşısını almaq üçün xanımlarımız hansı tədbirlərə daha çox diqqət etməlidir? Sidik qaçırma probleminin səbəbləri ginekoloji problemlər ola bilər, sırf ginekoloji problemlər. Bunların arasında uşaqlıq yollarının sallanması, doğuşdan sonraki travmalar ola bilir və ya hipoestrogenemiya deyilən bir vəziyyət var. Bu yumurtalıq fəaliyyətinin aktivliyin azalması ilə əlaqədardır. Yaşlaşdıqca bu xanımlarda özün büruzə verə bilir. Ümumiyyətlə, sidik qaçırma bu sidik ifrazatının kontrolunun pozulması deməkdir. Sidik ifrazatının kontrolu 4 yaşında formalaşır və burada mən bu fürsətdən istifadə eləmək istəyirəm. Demək istəyirəm ki, 4 yaşına qədər uşaqlara cavan ailə deməli, nə bunu bir zarafat mövzusu, nə cəza mövzusu eləməlidir. Çünki bu uşağa belə yanaşırlarsa, bu həqiqətən bir dərin problemlərə gətirilə bilir və bu problemin dərinləşdikcə nevroloji müraciətlər lazım olur nevropatoloqlara. 4 yaşına qədər əgər ailə əlindən gələni eləyibsə, ondan sonra həkimlərə müraciət eləmək lazımdır. 4 yaşında formalaşır bu kontrol, sonra 30-35 yaşdan sonra 30% insanlarda, bu çox ciddi rəqəmdir, sidik qaçırma şikayətləri əmələ gəlir. 40 yaşdan sonra 40% qadınlarda bu problem yaşanır. Yəni, bu o deməkdir ki, 40 yaşdan çox yaşı olan 3 rəfiqə oturublarsa, bunların birində mütləq bu problem var. Təəssüflər olsun ki, bizim qadınlarımız bunu şikayət kimi qiymətləndirmir. Problem ondadır. Təbii ki, 40 yaşdan sonra bu problem varsa, bu norma deyil. Bu şikayət olmalıdır. Və bu xanımlar, mən çox xahiş eləyirəm, həkimlərə müraciət eləsinlər. Konkretlə bizim klinikamızda, mən ginekoloq olaraq bizim uroloqlarla belə bir müqavilə, belə bir tandem yaratmışıq ki, bu tip xəstələrə biz bərabər müayinə eləyək, bərabər bunları hər tərəfli qadının bütün maraqlarını nəzərə alaraq müayinə eləyək və ginekoloqun məqsədi dəqiq diferensial diaqnostika aparıb, xəstəyə dəqiq diaqnoz verib, yəni səbəbini tapmaq bu sidik qaçırma. Sidik qaçırmanın bəzən o qədər sadə səbəbi olur. İmperativ, yəni bu soyuq sudur, əsəb belə deyək. Mən sadə dildə çalışıram deyəm ki, mənim məqsədim burada qəliz tibbi terminlər istifadə yox. Bizim xanımlarımıza fikrimi çatdırmaqdır. Çox sağ olun. Rəna xanım, bax, ikinci toxunmaq istədiyimiz mövzu uşaqlıq boynu xəstəlikləri. Tək bura xərçəngləri aid eləmək istəmirəm. Ümumiyyətlə, xoş xəstə və yaxud problem və yaxud zədələr, müxtəlif səbəbli. Bax, istərdik bu barədə danışaq. Bunun yaranma səbəbi nədir? Uşaqlıq boynu xəstəlikləri ginekologiyanın demək olar ki, ən aktual mövzusudur. Nədən? Çünki ümumi xəstəliklər strukturasında uşaqlıq boynu, mən indi uşaqlıq boynu xərçəngindən danışıram, çünki bu ən qorxduğumuz xəstəlikdir. Ümumi xəstəliklər strukturunda 7-ci yer tutur. Onkoloji xəstəliklər üzrə 3-cü yerdədir, ümumi onkoloji xəstəliklər üzrə və qadın cinsiyyət orqanlarının onkoloji xəstəliklər üzrə bu uşaqlıq boynu xərçəngi 1-ci yerə çıxır. Mənim bu mövzumu seçməkdə çox ciddi bir hadisə baş verdi. Mənim 8 ay nəzarətimdə olan bir xəstəm. Biz onda uşaqlıq boynu xərçəngini verən bir infeksiya tapdıq. İnsan papilloma virusu.
və bu virusun 120 növü var. Bu növlərin bəzisi onkogendir, yəni onkoloji dəyişikliyə gətirə bilir. Biz skrining zamanı, mən müayinə zamanı bunu aşkarladım və çox effektiv müalicə nəticəsi oldu. Effektiv nədən oldu? Mən həmişə çalışıram ki, xəstələrimlə çox detallı, çox sıx əlaqədə olaq müalicə zamanında. Və bu xanım çox səliqəli idi, bütün dediklərimə riayət elədi. Nəticədə çox uğurlu bir müvəffəqiyyət və xəstə bunu başa düşürdü. Başa düşürdü, uşaqlıq boyunu xərçəngindən bu sığortalandı. Və mənə hətta bu minnətdarlığını bildirəndə söz verdi ki, bəli doktor, mən bundan sonra ildə bir dəfə mütləq sizə müraciət edəcəyəm. Nədən? Mənim bir çox yaxın qohumum 25 il fasilədən sonra bu olmamalıdır bizim zamanədə. Yəni qadın axırıncı doğuşundan sonra faktiki ginekoloqa müraciət eləməyib. 25 il fasilədən sonra artıq ginekoloqa müraciət edəndə şikayətləri ilə 44 yaşında, yəni qadının o dövrüdür ki, bu artıq dincəlmək istəyir ən gözəl devirdə. Xanım diaqnozu uşaqlıq boynu xərçənginin 4-cü mərhələsi. Yəni bu bütün ailə üçün bir tragediya. Faciədir, belə. Belə olmasın, əziz qadınlarımız. Bizim Azərbaycan qadınlarının özlərinin ən qurban. Mən Moskvada təhsil aldığıma görə, Moskva megapolisdir, bilirsiniz. İkinci kursdan bizi orada təkmilləşdirirlər və xəstələrlə əlaqədə olmağa məcbur eləyirlər. Bütün millətlərin qadınları ilə təmasda olmuşam. Bizim qadınlar kimi özünü sevməyən, özün ailəsinə qurban verən. Amma mən sizə bir dənə də məsəl gətirmək istəyirəm. Moskvada 2 dənə rəfiqə mənə müraciət eləyirlər. Və biri gülə-gülə o birisinə deyir, ana тебя очень любит, каждые полгода обращается к вам. O birisi xanım başını qaldırdı və çox sadə cavab verdi. Ona dedi, a kому я нужна больная? Yəni, mən xəstə olsam, mən ətrafımı və mən bəylərə də müraciət edirəm. Siz xanımlarınıza ən böyük, necə deyim, sevginiz, sayğınız o olar ki, ildə bir dəfə xanımınızı mütləq onun vaxtı olmasa belə, çünki özün sizə həsr eləyib, siz ona buyurasınız ki, bir dəfə bu müayinədən keçəcək, mən bilim ki, sən sağlamsan və sən mənim uşaqlarımın nəvəsinə hətta nəticəsilə qulluq eləyəsən, mənlə bir yerdə orasını da deyək ki, bəylərimiz inciməsin bizdən. Əgər xanımlar ildə bir dəfə skrining deyilən bir şeylər var, kolposkopiya keçirsə, HPV testirованиya keçirsə, HPV nə deməkdir? İngilis dilində virus papilloma человека, human papilloma virus deməkdir. HPV testirованиya və üçüncüsü pap smear, sitoloji müayinə. Bu 3 dənə müayinəni ildə bir dəfə xanım keçsə, demək bu özünü faktiki... Neçə yaşından sonra? 25 yaşdan belə xanımlar bu müraciətləri eləsələr, elə bilirəm ki, bu yetərli olar çünki... Bax, Rəna xanım, elə kolposkopiyanı qeyd etdiniz. Yəni, kolposkopiya müayinələrin bir növüdür. Çəkiliş qrupumuz sizin klinikadan sujet hazırlayır, məhz bu kolposkopiya barəsində. Mən istərdim tamaşaçılarımız da elə onu izləsinlər. Sonra söhbətimizi davam etdirək. Buyurun, buyurun. Kolposkopiya bir üsul kimi keçən əsrin əvvəllərində Alman alimi Gans Ginzelman tərəfindən təklif olunur 1925-ci ildə. Gans Ginzelman hesab eləyir ki, uşaqlıq boynuna adi gözlə yox, böyüdülmüş vəziyyətdə və daha çox işıqlandırılarsa, daha çox informasiya ala bilər həkim bundan. Ona görə bu üsul tətbiq olunur. O zamandan bu üsul çox təkmilləşir və təbii ki, müasir kolposkoplar çox fərqlidirlər. Və bizim uniklinika həqiqətən universal klinika olduğu üçün və rəhbərlik tərəfdən biz tələb eləyən kimi bizə həmən demək olar bu üsulu tətbiq eləmək imkanı yarandı və uniklinika həmişə müasir tibbi xidmətin bütün tələblərinə cavab verən klinikadır və bu mənada biz ginekoloqlar çox razıyıq. Bu üsul bizdə var və biz xanımlarımıza bu üsulu tətbiq eləyə bilib, bu üsuldan istifadə eləyə bilirik müayinələrimizdə.
Təbii ki, birinci sual xanımlar tərəfindən o olur ki, mən bunu öz praktikamdan deyirəm. Birinci sual, Rəna xanım, bu üsul ağrılı mıdır, yoxsa yox? Bu təbiidir və birinci onu vurğulamaq istəyirəm ki, bu müayinə tamamilə ağrısız keçir. Burada anesteziya lazım olmur. Əvvəldən hazırlıq çox vəziyyətlərdə tələb olunmur. Düzdür, onu qeyd eləməliyəm ki, birinci dəfə gördüyümüz xəstəyə təbii ki, biz bu üsulu mən şəxsən təklif eləmirəm. Çünki bu üsulu keçirtmək üçün özünün şərtləri var, özünün uyğunluğu var. Bu səbəbdən biz bunu o dəqiqə təklif eləyəmirik. Amma nə vaxt keçirilə bilər, hansı şərtlərlə? Bu birinci dəfədən xanımlara əgər bu üsulu 2 il ərzində bizim müayinədən, bizə müraciət eləyəndən qabaq keçməmişdirsə, mütləq təqdim olunmalıdır. Bizim kolposkopun monitoru var. Yəni müayinə zamanı həkim uşaqlıq boynunu işıqlandırır və monitorda xəstə özü böyüdülmüş vəziyyətdə öz uşaqlıq boynunu görə bilir və həkim çox rahatlıqla xəstə ilə təmasda uşaqlıq boynunun vəziyyətinin şərhini ona verə bilirik. Bir dənə də üstünlüyümüz odur ki, biz uşaqlıq boynunu 4 dəfə hər məhlulla işlədikdən sonra fiksasiya eləyə bilirik və nəticənin kopyasının biri mütləq xəstədə qalır. Bu çox vacibdir. Müayinə zamanı biz uşaqlıq boynunun damarlarının vəziyyətini bilmək üçün sirkə, 3%-lik sirkədən istifadə, bunu almanlar hamısı təklif olunub. Sirkədən sonra, bir neçə dəqiqədən sonra uşaqlıq boynu yod məhlulu ilə, lüqol deyilən bir məhlulla işlənilir və bu da hamısı fiksasiya olur monitorda. Xəstə nəticəsini alır və bu nəticənin axırında qısaca ona tövsiyələr verilir ki, bu müayinədən sonra hansı müayinələrdən keçmək, nə etmək və ya hər şey yaxşıdırsa, xanım tamamilə sağlamdırsa, biz ona tövsiyə edirik ki, gələn dəfə 1 ildən sonra, uzağı 2 ildən sonra bu müayinədən təkrar keçmək. Xanımların mütləq olan 3 vacib müayinədən keçməklərindən ikisini qeyd elədik. Mən istərdim bir üçüncüsünə də toxunaq. Bax, bu barədə nə deyə bilərsiniz? Bu müayinə nə deməkdir? Üçüncü müayinə pap smear adlanır. Pap çünki bunu bu müayinəni icra eləyən alimin adı ilə əlaqədardır. Onun adı Papa Nikolau olubdu. Və Papa Nikolau Yunan olub, Almaniyada, Münxendə təhsil alıb, sonra Amerikaya köçüb, orada öz tədqiqatlarını davam eləyəndə birincisi elə öz xanımından başlayıb, təklif eləyib ki, uşaqlıq boynundan sitoloji müayinə götürülsün. Yəni, uşaqlıq boynunda hüceyrələrin xüsusi quruluşu var, xüsusi epiteliyi var və mən elə indi vurğulamaq istəyirəm ki, bütün mən dediyim müayinələr həm ağrısızdır, həm maddi cəhətdən heç bir yüklənmə deyil xəstələrimizə və pap smear, bax bu şotka deyək buna, götürülür bundan. Tamamilə ağrısız bir müayinədir. Bütün bu 3 müayinəni bir zamanda da keçmək vacib deyil. Nədən? Çünki hərəsinin özünün özəl günü var. Bunu bizim kolleqalar da diqqət yetirməlidir. Yəni, birinci dəfə gələn xəstəyə normal təcrübəsi olan ginekoloq heç vaxt sitoloji, HPV screening və kolposkopiyanı eyni zamanda təqdim eləməməlidir. Bu mümkün deyil. Çünki sitoloji müayinəni götürmək üçün ən azı orada iltihabı proses olmamalı. Bu deməkdir ki, siz o vaxta qədər xəstəni nəzarət edib müalicə eləməlisiniz. Çox sağ olun, Rəna xanım. Studiyamızın bugünkü qonağını bir daha sizə təqdim etmək istərəm. Studiyamızın bugünkü qonağı Uniklinikanın həkim-ginekoloqu Rəna Hüseynovadır. Əgər xanımlarımızda hər hansı bir ginekoloji problem varsa, heç bir tərəddüd etmədən Uniklinikada Rəna xanıma müraciət edə bilərlər. Yox, zamanı olmayan xanımlar, iş vaxtı məşğul olan xanımlar ən azından Uniklinikanın saytına girib, orada həkimlər bölməsindən xanımın əlaqə telefonlarını tapıb, onunla ən azından hələ özlərini görsədənə qədər bir telefon əlaqəsi yarada bilərlər. Rəna xanım, bir daha studiyamıza təşrif buyurduğunuza və bu cür maraqlı söhbətlərlə bizim tamaşaçılarımızı məlumatlandırdığınıza görə
Sizə bir həkim kimi öz adımdan, eləcə də bizi izləyən minlərlə tamaşaçılarımız adından böyük minnətdarlığımızı bildiririk. Çox sağ olun.